En çok güvənə bildiyimiz oğlan və ya kişiləri sıralayırıq uşaqlar. Deməli, qardaş. Qardaşım yoxdur. Olsaydı güvənər miydim? Valla bilmirəm. Ona qoyacağam. Çünki yoxdur da, yəni o görə ona qoyuram. Müəllim. Baxın hansı müəllimdir. Prosta 6-ya qoymaq olar da. Nə qədər? Partner. Partner. Partnerdirsə, yəni güvənmiyorlar ya. Partnerə güvənmiyorlar. Partner bu arada iş yoldaşı falan o şeydir də məsələn. Məsələn mən video çəkirəm, o videonu editləyir məsələn o kimi. Qardaş nə idi la? Oğlun. Oğluna güvənərsən. Oğluna güvənməlisən də. Allah sən tərbiyə eləmisən onu. 2-yə qoyun bunu. Başqa kim bilə bilər? Yox, 4-ə qoyacağam ya. Bu kimdir ha? Nədir bilmirəm. Spiritual guide. Şey oxşayır nəsə bu. Dini adamlara falan oxşayır. Qətiyyən güvənmirəm 9-a qoy. İdol. İdol. Bu idol mahnı oxuyan falan bu Koreyalı şeylər var ha. Elə bir şeylərsə güvənmirəm, ancaq örnək aldığım bir insansa ona güvənə bilərəm. 7-yə qoyacağam. Ata. Yəni ataya da güvənmirsənsə daha nə deyim də yəni. Baba. Babalarımın heç birini görməmişəm. Buna görə də yəni o haqqda bir fikrim yoxdur. 5-ə qoyacağam yəni. 2-yə bir ən yaxın dost falanca. X-mi? Məzələnsən sən. Qoy 8-ə başım bura. Öcək ata. Nə? Al burada niyə ən yaxın dost gəlmədi? Bu necə bir sıralamadır?